Salam dostlar, hər vaxtınız xeyir. Bugün sizə Yaponiyada ən sevdiyim atışdırmalıqdan danışmaq istəyirəm. Onların adı konyak jeli gedir. Tez belə göstərim, çevirim. Çünki paket görünəndə deyəsən reklam sayılır, TikTok sonra göstərmir. Neysə, bunların adı konyak jeli gedir. Yəqin ki, düz tələffüz edirəm, bilmirəm. Və bunlar niyə mənim ən sevimlimdir? Birincisi, çox düşük kalorilidir. İkincisi, dadı əladır. Və həmçinin içində bitki mənşəli lif olduğu üçün burada çox sağlıqlı hesab olunur. İdmanla məşğul olanlar, diyetdə olanlar hər gün bundan yeyirlər. Çünki bir dənəsinin içində, mənim aldığımda bir dənəsində hardasa 14-15 kaloridir. Hətta bunun daha düşük kalorisi var. Məsələn, içində bir dənəsində 7 kaloridir. Yəni, istədiyin qədər ye. Deməli, mənim ən sevdiyim bu şaftalı aromalısıdır. İndi açacağım. Görüntü olaraq belə bir şeydir. Yeməsi də çox əyləncəlidir. İndi buradan göstərəcəm sizə. Belə bir şeydir. İçində çeynənə bilən jeli var. Ümid edirəm oradan baxanda iyrənc görünmür. Mənim üçün çox ləzzətli görünür, çünki dadını bilirəm. Bu ən sevdiyim aromalısıdır və yeyəndə bunu belə axıra kimi də sıxa bilərsiniz, ya da elə pramoy böyle yiyebilirsiniz. Şaftalısı möhtəşəmdir. Elə bir ki, şaftalı kompotun içindəki şaftalı olur. Elə bir ki, onu yeyirsən. Tekstur olaraq da elə ona yaxındır. Ben qaşığa qoyum. Bir dənə də belə eləməyə çalışaq. Oradan baxanda görüntüsü yaxşı görünməyə bilər. Au, 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 au. Okay. Aha, belə bir şeydir. Çık, 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 çık. Möhtəşəm. Bunun bir də üzümlü və almalısı var. Onların da açıqlarına baxacağım. Əvvəl baxmışam olsa, bunu sizə göstərmək istəyirəm. Bir üzümlü, bir də almalı versiyaları var. Gəlin birincisi üzümlüdən başlayayım. İkinci favorim üzümlüdür. Bunun rəngi gördüyünüz kimi biraz rozludur. Rozlu bənövşəyə çalır. Belə bir şey. Bunu xaldinkdə saxlayırlar, çünki soyuq yeyəndə daha dadlı olur. Bilmirəm, xaldinkdə saxlamasan xarab olur ya olmur, arasını bilmirəm.